sistemi ilə bağlı ümumiyyətlə məsələlər çox spektrlidir. Yəni bir istiqamətdə danışmaq olmaz ki, bunu eləsən yaxşı olar. Hər halda düşünürük ki, sahibkarlar üçün, ən ələxüsus sahibkar üçün əl çatan olmağı, rahat olmağı çox vacibdir. Niyə sahibkarlar üçün? Çünki sahibkarlar ölkədə iş mühitinin qarantıdırlar. Yeni iş yerlərinin yaradılması, dövlətin sosial xərclərdən, sosial yüklərdən azad olunmasının ən gözəl, belə deyək də, mexanizmi sahibkarlığın inkişaf etdirilməsidir. Ona görə də banklar sahibkarlar üçün daha yaxın bir modellər düşünsələr, daha əl çatan bir modellər düşünsələr, hansılar ki, düşünürlər, indi öndə olan banklarımız o sahədə ona görə baxırsınız ki, həm gəlirlik baxımından, həm innovasiya baxımından, həm dözümlülük baxımından, dayanıqlıq baxımından sürətlə inkişafının səbəbi böyük biznes portfelinə yiyələnməkdir. Ona görə düşünürəm ki, ən çox atılan addımlar sahibkarlıq istiqamətində atılmalıdır ki, biz ölkə olaraq iqtisadi qüdrətimiz artsın və belə deyək də, həmin sahibkarlar da iş dünyasına öz töhfələrini versinlər. Çünki adətən ən çox yenilikləri gətirənlərdən biri də elə sahibkarlar özləridir. Çünki onlar hansısa bir əməyin xərclərini innovasiya hesabına azaldanda yeniliyin axtarışında olurlar. Və o yeniliklər də təbii ki, belə deyək, müasir o trendləri, müasir istiqamətləri üzə çıxardır. Eyni zamanda iqtisadi dayanıqlılığımızı artırır.